Meksikadan bütün Azərbaycana salam olsun. Deməli, əziz dostlar, əvvəlcədən xəbərdarlıq edirəm, söyüş söyə bilərəm. Çünki mən danışanda kitabdan oxumuram, hardansa oxumuram. Elə nə söz varsa promoyu danışıram. Ona görə əsəbimlə bağlıdır, ola bilər ki, söyüş söyərəm. Yəni, xəbərdarlıq etdim. Sonra atda o giz komment yazmayın. Keçdik əsas məsələyə. Sabahlarım Allah qoysa, inşallah Allahın köməkliyi ilə pəhlivan sahəsində yeni bir rekord göstərəcəm. Hələ Azərbaycan pəhlivan tarixində heç bir pəhlivan onu eləməyibdir. Yəni, ilk eləsəm, o hərəkəti mən eləyəcəm. Təxminən 5 ildən çoxdur ki, bu hərəkətin üstündə işləyirəm. Düzdür, Azərbaycanda dəfələrlə cəhd eləmişəm. 2 saniyə alınıb, 3 saniyə alınıb, 5 saniyə alınıbdır. Məqsəd onu daha çox saxlamaqdır. Çünki 3 saniyə zat bəlkə kimsə saxlaya bilər. Bunu bacardığım qədər çox saxlayacağım. Bu mənim Azərbaycanda pəhlivan sahəsində göstərdiyim yeni bir yenilik və yeni bir güc hərəkəti olacaq ki, gələcəkdə hansısa pəhlivanlar məşq edib onu təkrar eləyə bilsələr halal olsun. İndi keçdik ikinci məsələyə. Bildiyiniz kimi mən bolt əyirəm, armatur əyirəm, mismarları əyirəm, qırıram, toxuyuram. Yəni, bunu əlimlə eləmişəm həmişə. Həmişə də mən bunu göstərmişəm, meydanda göstərmişəm hər yerdə. İndi Azərbaycanda təzə ostraq pəhlivanlar peyda olub, ostraqçı pəhlivanlar. Cəmaata pişik qozağı gəlirlər. Götürürlər 10 sm boltu məndən, yəni demək istəyirlər ki, Çingizin əydiyini biz də əyirik. Mən razıyam, mən demirəm mənim əydiyimi heç kim əyə bilməz. İndi mən o göstərdiyim hərəkət bilək gücünə aiddir. Mən 10 sm boltu əyirəm və 16 kiloluq daşı sabah göstərəcəm. O şəkildə tutaram. İndi sənin götün var, o mənlə dirəşənlər var, o yalandan cəmaatı aldadırlar. Mənim millətimi aldadan, mənim izləyicimi aldadan, pəhlivan sahəsində yalandan video çəkən adam birbaşa mənim düşmənimdir. Başa düşdün? Əgər sən kiməsənsə aldadırsansa, sənin peysər çıxmaq haqqındır. Səni peysər çıxartmaqda mənim bax bu borcumdur. Sən götün var, sən tək sənə demirəm, sənin timsalında bolt əyənlər var, onların hamısına deyirəm. Götünüz var 10 sm bolt əyənlər. Nə bilim 9 sm əyənlər mənlə dirəşirlər də öz aləmlərində. Bilirlər axı mən Meksikadayam, bunlar Azərbaycanda. Mən Azərbaycanda olanda bunlar yox idi. Mən bura gəldim deyib çıxıblar. İndi götünüz var, siz o boltu əyməyin, o hərəkəti göstərtməyin. Variant da gələ bilmərsən ki, o başqadır, bu xeyr, başqa zat deyil. Boltu əyməkdən ötürü bu hərəkətdir dostlar. Bu nədir? Kistin gücündə qol güləşinə məşğul olanlar bilir, budur. Sənin deməli buran güclüdür ki, sən o hərəkəti bolta əyirsən, düzdür? Mən də əyirəm, sən də əyirsən. İndi sənin götün var, mən o saxladığım kimi geri saxlama. Sən o sənin şəklini qoyub peysər çıxartacam səni. Və onunla da dərs olacaq o birisilərə. Dilinizi soxun, götünüzə bacardığınızı eləyin. Siz özünüzü ağıl aparın, mənim üstümdə heç kim xayb tuta bilməz. Başa düşdün? Xayb tutan həqiqətən ciddi çəksin, göstərsin. Və mən sizə dedim, indi baxın görün nə olacaq sabah.